Niye biz tekrar bize eyni travmaları yaşadan insanlarla qarşılaşırıq? Bunu həmişə özüm üçün də araşdırmışam. Həmişə ümumiyyətlə bu mövzu mənə maraqlı olur. Bir psixoloq kimi də, coach kimi də, ruh inkişafı da və s. Karmamıza əsasən insanlar çıxır, travmamıza əsasən insanlar çıxır və s. və s. və s. və s. Və həmişə də bir şey var ki, əgər ki sən nəyisə başa düşüb dəyişmədinsə, eyni hadisələr baş verir. Hətta o gün Instagramda da bu sual mənə yazılmışdı ki, bəs eyni döngülərə niyə giririk? Bugün bir şeyi özüm üçün daha da belə deyək aydınlaşdırdım. Yaxın günlərdə uşaqlıqda yaşadığım travmalar idi. Eynisini yaşadım. Və bu mənim üçün təbii ki, xoş bir şey değildi. Amma nəticə itibarilə gəldiyim çox vacib bir nəticə oldu. Bizə travma onun üçün verilir ki, biz dəyişək öz yerində. Amma həmin travma anında bizim verdiyimiz qərar var. Ağrıya əsasən nəyə doğru addım atacağımız daha sonraki gedişata təsir edir. Ona görə də siz bəlli bir yolla gedirsiniz və bu sizin xoşunuza gəlmirsə, eyni travmanı sizə yaşadan insanlar qabağınıza çıxacaq ki, daha öncə bunu edib getdiyiniz yoldan getməyəsiniz. Həmin ağrıdan, yanlış yola getdiyiniz tərəfdən başqa istiqamətdə getməyə seçiminiz və şansınız olsun. Ona görə də kimsə sizə təkrar hər hansısa bir uşaqlıqda olan ağrınızı xatırladırsa, bu eyni zamanda sizin üçün yenidən başqa cür davranmaq şansı deməkdir. O insanlara təşəkkür edib, özünüzün ən yaxşı versiyonunuza qovuşub, özünüzü yaşadıb, həyatınıza davam edə bilərsiniz. İzlədinizsə, təşəkkür.